bu günləri keçəcəyimiz Kitab Dədə Qorqud dastanlarından Qazan xanın evinin yağmalandığı boydur. Burada maraqlı cəhətlər daha çoxdur. Məzmunun danışıram, diqqətdən qulaq asın. Qazan xanın evinin yağmalandığı boy daha genişdir, daha böyükdür. Sujet xətti daha böyükdür. Hadisələr necə başlayır? Yəni əsərin ekspozisiyası necə başlayır? Bir, göstərirlər ki, bir gün Qazan xanın burada təsviri ilə başlanır. Bir gün Qazan xan, burada Qazan xanın xüsusiyyətləri verilib. Hansı tayfadan olmağı, hansı soydan olmağı. Ona görə mən bunları bir-bir deyim, sizə qulaq asın. Göstərilir ki, Qazan xan Amid soyundandır. Yəni qədimi türk tayfaları olan hansı soydandır? Amid. Orada da kitabda oxuyarsınız ki, belə yazıb. Amid soyunun aslanı. Yəni burada təbii ki, aslan bənzətmə mənasındadır. Deməli, hansı soydandır? Amid soyundandır. Bu günləri siz də oxuyanda həmin o məsələləri diqqətlə qulaq asın və orada işarələyin. Və Qazan xan yazıqların ümidi kimi qeyd olunur. Yazıb ki, Qazan xan yazıqların ümididir. Qazan xan Amid soyundandır. Hətta burada atının adı da verilir. Bir dənə yadda saxlayın. Keçən dəfə bunlarla bağlı demişəm. Qonur atın yəsi. Qazanda birinci hərf nədir? Q hərfidir. Düzümü? Qonurda da birinci hərf Q hərfidir. Burada mən düşünürəm ki, Ozan yadda qalması üçün bəlkə də belə bir at adları verib. Qazanda birinci ilk hərflə atının birinci ilk hərfi necədir? Eynidir. Deməli, Qazanın atının adına oldu Qonur. Qonur atın yəsi. Yazıqların ümidi. Sonra Amid soyundan olan Uruzun, Uruz da yazıcısı oğlu idi. Uruzun ağası. Ağası yəni böyüyü. Ağa yəni böyük mənasında. Və Bayandır xanın kürəkəni. Yəni Burla xatın yoldaşı idi və Burla xatın da əvvəlki boyda qeyd apardıq ki, Burla xatın da atası kimi idi? Bayandır xan idi. Bayandırın kürəkəni və qalın Oğuz bəylərinin arxası, dirəyi kim idi? Qazan xan idi. Bu dediklərimi yadda saxlayın. Qazan xan yerindən durmuşdu. Yəni yerindən durmuşdu o mənadadır ki, yəni əvvəlki işi tutaq nə idisə, indi yerindən durub nəsə bir fəaliyyətlə məşğul olmaq istəyirdi. Və özünün, burada da 90 rəqəmi, 90 ilə bağlı məsələlər verilir. Keçən dəfə dedim ki, bu 90 bağlı məsələlər Ozanlar bunu yadda qalması üçün deyir ki, bu boyda, məsələn, burada 90 deyil, növbəti bir məclislərdə bu boydan danışanda orada da 90 desin ki, kimsə ondan səhv tuta bilməsin. Burada da göstərilir ki, 90 dənə bunun otağı var. Yəni, evi var, 90 otaqlıdır. Və hər otaqda da, belə deyək, ümumi 90 dənə xalı, ipək xalı, xalı bilirsə nədir? Xalça, ipək xalça düzdürür. Və 9 nəfər də kafir qızı, kafir burada deyərəm, qarşıda deyərəm, təbii ki, kafir müsəlman olmayanlara deyiblər. Amma maraqlı buradan bir məsələ var ki, düşmən özünə də kafir deyib uşaqlar. Qarşıda sizə danışacağım, orada işarələyərsiniz, düşmən özünə niyə kafir desək? İndi yəqin ki, bu dinlə bağlıdır, yoxsa dinlə bağlı deyil, bu kafir məsələsi, onu deyəmmərəm. İndi qarşıda bunları deyəcəm. Və Qazan xan 9 nəfər də kafir qızı bunlara elə ki, şərab paylayırdılar. Görürsünüz, şərab məsələsi burada da var. Yəni, ötən boyda da var idi, bu boyda da, belə deyək, şərab məsələsi burada da var idi. Bunlar yeyib içib, yəni belə deyək də, məclisdir, yeyib içmək məclisidir, yeyib içib kef eləyirdilər. Qazan xan və onun adamları, ətrafında olan adamlar. Və bu məclisdə birdən Qazan xan belə bir söz deyir. Qazan xan deyir ki, yata-yata yanımız ağrıdır. Dura-dura, kitab cümləsini ona görə belə deyirəm, dura-dura belimiz qurudur. Yəni yerimizdə dura-dura belimiz ağrıyır. Otura-otura da böyrümüz, başımız ağrıyır da, belə deyək, kitab cümləsi ilə. Gəlin ov ovlayaq, hara gedək, ova gedək. Deməli, ov məsələsi burada da var. Ov məsələsi burada da var. 2 nəfər razılaşır, deyir ki, ağam Qazan məsləhətdir. Görək 2 nəfər kimdir? Birincisi, keçən boydan, yəni bundan əvvəlki boylardan ad eşitmişsiniz, Qıyan Səlciq oğlu Dəli Dondaz. Yazıca düşür, kim? Qıyan Səlciq oğlu Dəli Dondaz. Birinci bu idi. Deyir ki, ağam Qazan məsləhətdir. İkinci, yadda saxlayın, Qaragünə bunun qardaşıdır.
Qazan xanın qardaşıdır. Qardaşının oğlu Qarabudaq deyir ki, ya Qarabudaq yazırlar, ya Dəli Budaq yazırlar. Eyni adamdır. Qazan xanın qardaşı Qaragünənin oğlu deyir ki, Qarabudaq və Dəli Budaq. Deyir ki, ağam Qazan məsləhətdir. Yəni, hara gedək? Ova gedək. Və Qazan xan da bunlara təklif görür ki, yəni ova getmək lazımdır. 2 nəfərin də adını qeyd apardım ki, 2 nəfər də razılaşır ki, ova gedək. Deməli, bunlar kimlər idi? Birincisi, Qıyan Səldik oğlu Dəli Dondaz, yəni Aruzun böyük oğlu, Basatın qardaşı, qardaşının oğlu Dəli Dondaz. İkincisi kim idi? Qaragünə oğlu Qarabudaq və yaxud Dəli Budaqdır. 2 nəfərdir. Bunlar deyir, ağam Qazan məsləhətdir, yəni gedək. Və burada Aruz Qoca kim idi? Dayısıdır. Qazan xanın dayısıdır. Aruz Qoca deyir ki, gedirsən deyir, ova gedirsən, bəs evin üstündə kimi qoyacaqsan? Yəni evi kim qoruyacaq? Burada qadın var, uşaq var. Biz ova gediriksə, evin üstündə kim qoyacaqsan? Qazan deyir ki, Aruz Qoca deyir ki, Gürcüstan sərhəddinə ova gedirsən. Hara gedir? Gürcüstan sərhəddinə. Əsərimizin 2 yerində 2 dənə ova getmə yeri verilir. Biri buradadır, yeri Gürcüstan sərhəddinə. Bir də başqa yerdə Aladağ söhbət var. Deməli, bunlar hara ova gedirlər? Gürcüstan sərhəddinə, Aladağa. Bunları əzbərləyək. Deməli, bunlar ova gedirlər. Ova hara gedirlər? 2 yerə gedirlər. Yəni, 2 yer deyəndə əslində bəlkə ola bir yerdə, amma 2 dəfə adı çəkilir. Gürcüstan sərhəddinə, Aladağa. Mən də sizdən soruşanda bunları deyəcəm. Deməli, hara dedik? Gürcüstan sərhəddinə, Aladağa ova gedirlər. Aruz Qoca dedi ki, evin üstünə kimi qoyursan? Yəni, evi bir qadın var, uşaq var, yaşlı var, qoca var və s. Deyir ki, oğlum Uruzla 300 nəfəri. Bunu yadda sağlayın, rəqəm kimi. Neçə adam deyir? Oğlum Uruzla bir yerdə 300 nəfəri öz evimin üzərində qoyuram ki, onlar evini qorusun. Deyir və bunlar gedir. Bunlar getməkdə olsun, sizə kimdən xəbər verim? Sizə xəbər verim Şökül Məlikdən. Uşaqlar, keçən dəfəki boyda Şökül Məlik ölmüşdü. Yazı düşür. Burada da artıq, belə deyək də, eyni adam idi, yoxsa fərqli adam olub, bu haqda məlumat yoxdur. Bu da bilirsiniz nəyə göstərir? Bu da göstərir ki, Dədə Qorqud dastanları biz bu gün əlimizdə olan 12 boydur. Amma vaxtı ilə böyük olub uşaqlar. Sadəcə orada arada olan boylar itib, gəlib 12-si çatıb. Yadda saxlayaq, 12 dənə Dədə Qorqud dastanı, 12 dənə boy bizdə var. Amma o 12 boy arasında əlaqələrin çoxu itib uşaqlar. Bax, görürsünüz, bundan əvvəlsə Şökül Məliyi tutaq, Uruzun dustaq olduğunda Şökül Məlik ölür, düzdürmü? Qazan xan öldürür. Burada isə yenidən belə deyək də, öz dilimizə dirilir. Və yaxud yenidən bir başqa düşməndir Şökül Məlik. Şökül Məlik deməli burada necədir? Şökül Məliyə, kafirin casusu Şökül Məliyə deyir ki, nə durmuşsan? Qazan xan öz adamları ilə bir yerdə hara gedib? Ova gedib. Gedib ova. Bu gedib ova və burada 7000 nəfər, keçən dəfə çox idi, 16.000 nəfər idi, burada 7000 nəfər. 7000 nəfər gecə ilə Qazan xanın evinə basqın edirlər. Görək nə edirlər? Düşmən Qazan xanın bütün varını, yoxunu, dəvələrini, nə qədər xəzinəsi varsa, hamısını ələ keçirdir. 300 nəfər nə edəcək? İkincisi, Qazan xanın xanımını, yəni yoldaşının adı nə idi? Burla xatın. Burla xatını əsr alır. Üçüncüsü, belə deyək də, indi rəqəm kimi saymasam da, ümumi şəkildə belə deyim. Üçüncüsü, ən vacib olan məsələ, oğlu Uruzu da həbs edir. Yəni tuturlar. Dördüncüsü desək belə, şərti rəqəm kimi saysaq, Qazan xanın anasını da tuturlar. Yaşlı anası qoca arvad olur. Anasını da tuturlar. Və belə deyək də, hər bir şeyini aparırlar. Ona görə varın yoxu, nə varsa hamısını aparmışdılar. Və Qazan xanın evinin üzərində bir nəfər şəhid olur. Adına baxın, Sarı Qalmaş. Ölüb qalırdı, elə belə həyatda saxlayır. Köhnə kitablarda Sarı Salmaş idi. Bizim 10-cu sinifin dərsliyində isə Sarı Qalmaşdır. Amma atasının adına diqqət edin. Birdən mənim sonda yadımdan çıxar.
İlək qoca oğlu Sarı Qarmaş. Adını əzbərləyək burada. İlək qoca oğlu Sarı Qarmaş və ya bu Sarı Salmaş. Köhnə kitablarda Salmaş kimi gedirdi. İndi Qarmaşdır. Belə də yadda saxlayın. Qazanın evinin üstündə şəhid olub qalan kimdir? Qalan. Sarı Qarmaş. Yəni sarı qalmaş, sarı qalıb, ölüb qalıb. Belə yadda saxlayaq. Bir nəfər ölür. Qalan bütün Qazan xanı qoruyanlar, yəni evi qoruyanlar, obasını qoruyanlar, varı yoxdur, nə varsa hamısını Şökül Məlik aparır. Şökül Məlik aparanda yolda kafirlərdən biri, yəni uşaqlar kitab cümləsini mən də elə deyirəm, kafirlərdən biri, Şökül Məlik yox ha, kafirlərdən biri Şökül Məliyə deyir ki, Qazan xanda bir dənə heyfimiz qalıb. Qazan xanda deyir, bir dənə heyfimiz qalıb. Şökül Məlik deyir ki, ədə deyir, nə heyfimiz qalıb? Ədə, nə heyfimiz qalıb? Deyir, Qazan xanın Dərbətdə 10.000 qoyunu var. Bayaqdan deyirdim, varın yoxun əlindən alıb. Sən demək, Qazan xanın Dərbətdə neçə qoyunu var? 10.000 qoyunu var imiş. Qazan xanın Dərbətdə nə qədər qoyunu var? 10.000 qoyunu var imiş. Bir gedək onları gətirək. Şökül Məlik həmin o kafirə deyir ki, özə bura baxın. Kafirə deyir ki, özünlə 600 kafir götür. Yəni, burada kafir, niyə özünə kafir desin? Biraz, bilmirəm, burada Ozan belə verib, yoxsa niyə belə veriblər uşaqlar? İndi bizə görə, yəni Oğuzlara görə, kənar olan, yəni İslam dinini qəbul eləməyən vaxta görə kiməsə kafir deyiblər. Nəyəsə görə kafir deyiblər. Amma kafir özdə niyə kafir desin? Bax, kitabda ona bir dənə diqqət edilərsiniz. Oluşarlar, yəni sizin diqqətiniz daha yaxşıdır. Belə şeylərə bir şey diqqətli olun. Tək sonda bir dənə sual verəcəm, yadıma salarsınız. Məzmunu ilə bağlı bir dənə yerdə bir sualım var, onu deyəcəm. Deməli, bu Şökül Məlik deyir ki, 600 kafir götür, ged 10.000 dənə qoyunu gətir. Hardan gətir? Dərbətdən. Ged gətir. 600 nəfər hazırlaşır ki, gedirik hara? Dərbətdən qoyunları gətirməyə. Həmin vaxtı, gecə vaxtı, Dərbətdə qoyunları saxlayan Qaraca çobandır. Qaraca çoban qara qayğılı yuxu görür. Yəni, qara qayğılı bir pis yuxu görür də, biz belə desək. Bir pis yuxu görür. Qara qayğılı yuxu görür. Ayten. Bir qara qayğılı yuxu görür. Kim? Qaraca çoban. Qeyri-adi yuxu görür. Yuxuda nə görüb? Bizdə yoxdur uşaqlar. Yuxuda nə görüb, necə görüb, nə tər görüb, o bizdə yoxdur. Sadəcə yuxuda qara qayğılı yuxu görür. Qaraca çoban. Və oyanandan sonra 2 dənə qardaş olur. Qaban gücü, dəmir gücü. Özüm belə deyirəm ki, sonda öylərə baxın. Qaban güc deyil adı. Qaban gücü, dəmir gücü. 2 dənə qardaş olur bunun. Qardaşların yanında çağırır, deyir ki, nəsə eləmək lazımdır. Nəsə qara qayğılı yuxu görmüşəm. Təpəyə 3 yerdə daş yığırlar. Nə yığırlar? Daş yığırlar. Niyə? Çünki düşmən gələndə təpədən aşağı ata bilsinlər. Bəzən görürsünüz, əvvəlki testlərdə həmişə yazırdılar ki, Qaraca çoban 3 yerdə tonqal qalıyır. Bizim uşaqlar 10-cu sinifin dərsində tonqal qalamaq məsələsi yoxdur. Bu tonqal qalamaq məsələsi Dədə Qorqud filmi var. Kim baxıbsa oradan bilər. O oradadır. Tonqal məsələsi yoxdur. 3 yerdə nə yığır? Daş yığır. 3 yerdə nə yığır dedik? Daş yığır ki, yəni səhər birdən nəsə problem olar, həmin daşı kiminsə başına atsınlar. 3 yerdə daş yığırlar. Və 3 yerdə daş yığırlar, hazırlaşırlar. Elə bu vaxtı, bayaq dedik, neçə kafir idi? 600 kafir gəlir. 600 kafir gəlir, görək nə deyir? 600 kafir çobanı çağırır, çobanı haylayıb deyirlər. Qaranlıq axşam olanda qayğılı çoban. Qarla yağış yağanda od ocaqlı çoban. Südü, pendiri bol qaymaqlı çoban. Çobana müraciət edirlər. Bu müraciəti 2 nəfər eləyir. Bu oxşar müraciəti bir kafirlər kimi eləyir? Çobana eləyir. Və buna müraciət edir və deyirlər ki, Qazanın varın dövlətin biz aparmışıq. Qazanın anasını, arvadını, yəni xanımını, Qazanın oğlu Uruzu biz əsr eləmişik. Sən də gəl bizə salam ver, bizə təslim ol, bizə baş əy təslim ol və biz də səni aparaq kimin yanına?
aparaq Şöklümənin yanına, sənə bəylik verəcək. Yəni vəzifə, rütbə verəcək sənə. Sənə nə verəcək? Bəylik verəcək. Görək Qaraca çoban nə deyir? Qaraca çoban deyir ki, boş-boş danışma itim kafir. Qabından deyir, qabdan, itin qabından deyir. Yalaqdan yalayan kafir deyir. Yalaq itin yalı da, yəni yeməyindən bir yemək yiyən kafir deyir buna. Görürsünüz nə cavab verir. Deyir, atını mənə deyir, nə öyürsən deyir. Qılıncını mənə nə öyürsən deyir. Boş-boş danışma deyir. Gəl, gücümü gör. 3 nəfərdirlər bunlar. Qaraca çoban, dəmir gücü, bir də qaban gücü. 3 nəfərdirlər. Görürsünüz necə cavab verir Qaraca çoban. Və bunlar da belə deyək də gözləmirdilər. Elə bilirdilər ki, 600 nəfərlə gəlib 10.000 qoyunu qatıb qabağına çıxıb gedəcəklər. Amma gördülər ki, Qaraca çoban təslim olmur. Özü çobanın qoyunları deyil, kimin qoyunlarıdır? Qazan xanın. Gözlü uşaqlar, hansı vəzifədə işləyirsə işləsin, çoban olsa da. Görürsünüz, buna bəylik təklif elədilər. Amma sədaqətli adamdır. Həyatda ən önəmli məsələlərdən biri Rüfət, insanın sədaqətli olmağıdır. Bu bizə bunu aşılıyır. Yəni, Dədə Qorqud dastanı bu boy bizə aşıladığı məsələlər çoxdur. O məsələlərdən biri sədaqət, sadiqlik, öz işini sevmək deməkdir. Məsələn, bizlərdə olsa deyəsən ki, o bəylik verəcək, hamısını götür apar, mən özüm apararam 10.000 qoyunu. Amma görsün necə deyir. Bu, bunun sədaqətliyin, sadiqliyin, öz işini sevməyin göstərir. Və bu başlayır döyüş eləməyə. Bunun bir sapandı var idi. Sapandına yığır nə qədər daş yığır, hamısını fırladır bunların üzərindən. Və əlinə keçən qoyun, quzu, daş, hamısını fırladır bunların üzərinə, təpədən. Və 600 getmişdi, yadınızdadır, 300-ünü öldürür. 600-dən 300-ün Qaraca çoban və qardaşları öldürür. Və 300 nəfərdən gələnlərdən biri deyir ki, bu çobanın arzusu gözündə qalsın. Neyinir qoyunları, hamımızı qıracaq, çıxaq gedək. Və qayıdıb çıxıb gəlirlər. 300 nəfəri qayıdır. Görək Qaraca çoban neyniyir? 1. Qaraca çoban 2 dənə qardaşı şəhid olmuşdur. 2 qardaşını dəfn edir Qaraca çoban. 1. 300 dənə kafir öldürmüşdür. 300-ünü də yığır üst-üstə, təpə düzəldir, hamısını yandırır. Bilirsiniz niyə yandırır? Çünki o qədər adamı dəfn edə bilməzdir. Yəni o çətin bir məsələdir onu dəfn eləmək. 300 nəfər dəfn eləmək, yer qazmaq olar. Ona görə bunları yandırır. Üçüncüsü, özü də yaralanmışdır. Düzü burada demir, qarşıda özün dilindən deyilir. Amma mən indidən deyirəm, yadda salın. Özü də 3 yerdən yaralanır. Neçə yerdə daş yığmışdı? 3 yerdə. Özü də, belə deyək, Qaraca çoban 3 yerdən yaralanmışdı. Və yapıncısını, paltarın yandırır, onun qurumunu basır yarasının üstünə. Biz qarşıda bir dənə də uşaqlar əsər keçəcəksiniz ki, orada bir obrazın ayağı kəsiləcək. Ona da belə deyək də, qurumu kəsib ayağına belə deyək. Eləyəcəklər ki, orada qan kəsilsin. Yəni biz dağ basmaq deyirik də, bildiniz də. Nə deyirik buna? Dağ basmaq. Və yolun əyrisini tutur, ağlayır. Bunu unutmayaq uşaqlar. Qaraca çoban ağlayır, ağlamaq səbəbi nədir? Yenə də Qazan xana sadiqliyidir. Deyir ki, ağam Qazan, ölmüsənmi, itmisənmi, bu şeylərdən xəbərin yoxmu sənin? Qaraca çobanın ağlamağını unutmuyor. Bunu dedim. Bunlar burada qalsın, sizə kim ağlamağında olsun, sizə kimdən deyim? Qazan xandan. Qazan xan öz dəstəsi ilə gedmişdi Aladağa, hansı sərhədə? Gürcüstan sərhədinə, ov ovlamağa. Ovlamışdılar, yemişdilər, içmişdilər və həmin vaxtda Qazan xan da yuxu görmüşdü. Qara qayğılı yuxu görmüşdü. Amma Qazan xanın gördüyü yuxular bizə verilir. Görək nə görüb Qazan xan. Qazan xanın gördüyü yuxular durub qardaşı Qaragünəyə danışır. Qazan xan yuxuda nə görmüşdüsə, hamısının qardaşı Qaragünəyə danışır. Deyir ki, qardaşlar, gördüm ki, ildırım çaxır. İldırımın çaxmağını deyir. Qara bulud, bunları əzbərləyək. 1. İldırım çaxmağını deyir 1. Qara buludun örtməyini deyir 2. 3. Üçüncüsü quzğun bir qurdun, qurd yəni canavarın evlərinə basqın eləməyi 3.
Dördüncüsü, qara bir dəvənin, yekə bir dəvənin ənsəsindən, insanın ənsəsindən qalxması, dişləməsi. Bu oldu 4. Barmaqlarının, 10 barmağının onu da qan olmağı 5. Saçlarının uzanması 6 və bunun əlindəki ov quşunun götürülməyi 7. 7 şey görür yuxuda. Yəni Qazan xanın gördüyü yuxunun sayı 7'dir. Qardaşına danışanda orada elə bilin ki, biraz yağış qar məsələsi də var. İndi ildırım çaxıbsa, bulud olubsa, bunu da yəni 7'nin içində vermək olar da belə deyək. Deməli 7 məsələ gördü. Bir dəfə də bunu təkrarlayıb təxmini bilin. 1 ildırımın çaxmağı, 2 buludun olmağı, qara buludun, yəni yekə qara buludların olmağı. 2, üçüncüsü qurdun, quzğun bir qurdun evinə basqın eləməsi. 4-cü qara dəvənin ənsəsindən dişləməsi. 5-incisi saçlarının uzanmağı tutaq. 6-cısı əllərinin 10 barmağın onu da qan olmağı və bir də ki, ov quşunun hansısa bir quş tərəfindən vurulması. 7 məsələsi var. Qardaşına deyir. Qardaşı isə yuxuların hamısını yoza bilmir. Qardaşı deyir ki, qardaşına deyir ki, Qazan xan, mənim yuxumu yoz. Deyir ki, sənin yuxu yozuram. Görək nə yozur? Bulud sənin taleyindir. Qardan yağış, burada qar yağış deyil. Bayaq deməyin ki, qar yağış müəllim demədi. Yəni, ildırım varsa, bulud varsa, qar yağışdır. Bulud sənin taleyindir. Qarla yağış sənin deyil, qoşunundur. Saçın uzanmağı dərddir. Saçın uzanmağı dərddir. Yəni, başqa bir hadisə dərd gəlir. Qan da qanun qaralığıdır. 4 məsələni yozur. Deyir, qalanı mən yoza bilmirəm. Yuxuda neçə şey görmüşdük? 7 məsələ. İndi zənn eləyək də belə deyək də. Burada 4. 4 məsələni isə yuxuda belə də, yuxusunu yozur 4 məsələdə. Deyir ki, qalanını mən yoza bilmirəm. Qalanını Allah yozsun. Qazan xan deyir ki, mənim ordumu dağıtma. Ovumu pozma deyir. Mən gedirəm. 3 günlük yolu bir günə gedərəm. Öz vətənim haqqında, yəni elim obam haqqında məlumat əldə edəcəm. Əgər elim obam salamatdırsa, axşam mən qaydacam bura. Amma salamat deyilsə, başınıza çarə qurun. Yəni, axşamacan məni gözləyin də, o demək istəyir. Axşamacan məni gözləyin. Gəlsəm, salamatdır elim obam. Gəlməsəm, başınıza çarə qurun. Bunu deyir, tapşırır, gedir. Və bu hadisədən sonra gedməkdə olsun Qazan xan və gəlir yurduna çatır Qazan xan. Ən önəmli məsələlər, diqqətli məsələlər bunlardır. Hara gəlir çatır yurduna. Gəlir görür ki, yurdu nə vəziyyətdədir. Yurdu yəni elinə girir də, yurdu nə vəziyyətdədir. Çapılmış, talanmış və yadına anası düşür. Və anasının burada oturduğu yer düşür. Yəni anası bu evdə obada oturub. Və oğlunun ox atdığı yer yadına düşür. Deməli, yurdu ilə qarşılaşanda 2 şey daha çox yadına düşür. 1, anasının oturduğu yer. 2, oğlu Uruzun ox atdığı yer. Buna da kitabda işarələyər uşaqlar. Oldu. Yurdundan xəbərləşir. Təbii ki, yurdu ona nəsə deyə bilməz. Və yurdundan biraz uzaqlaşır. Yəni, yurdunun içərisində biraz gedəndən sonra görür ki, qarşısına bir su çıxdı. Yurd, su. Suya görə nə deyir? Suya deyir ki, Həsənlə Hüseynin həsrəti su. Həsənlə Hüseyni bildirsə imamlarımız. Yəni 12 imam. Həsənlə Hüseynin həsrəti su. Ayşə ilə Fatimənin baxışı su. Yəni o vaxt yəqin ki, güzgü olmuyor. Yəni və yaxud güzgü olubsa da insan öz saçını nədən darıyıb? Suya baxıb darıyıb da. Ona görə elə deyir. Nə deyir? Ayşə ilə Fatimənin baxışı su. Suya deyir ki, suyun üzü mübarəkdir. Su Allahın üzünü görür. Məntiqi bir şeydir hala. Gör nə deyir? Qazan deyir ki, su Allahın üzünü görür. Ona görə mən sudan xəbərləşim. Suya deyir ki, mənim elimdən, obamdan, mənə bir dənə yurdumdan xəbər ver. Dərdli başım qurban olsun sənə. Amma yurduna bu sözü deməmişdi. Nəyə dedi? Suya dedi. Deməli, suda deyir ki, Həsənlə Hüseynin həsrəti su, Ayşə ilə
Fatimənin baxışı su, yəni Peyğəmbərimizin ailəsini nəzərdə tutur. Ayşə ilə Fatimənin baxışı su və suyun üzü mübarəkdir, yəni belə deyək, su Allahın üzünü görür. Ona görə su, öz elin obasını sudan xəbər alır, amma təbii ki, yurd xəbər verə bilərmi? Su xəbər verə bilərmi? Su xəbər verə bilməz. Suya amma deyir ki, yurduna demir. Suya deyir ki, dərdli başım qurban olsun sənə. Suya deyir ha. Deməli, birinci yurdla qarşılaşdı, ikinci suyla qarşılaşdı, üçüncü qurdla qarşılaşır. Baxın, yurd, su, qurd. Qurda görün nə deyir? Baxın, türk totemlərində qurda necə münasibət bəsləyirlər. Qurda deyir ki, ər kimi duran. Ər bilirsə nə deyirlər? İcidən. Qurda deyir ki, ər kimi duran. Ər, yəni icik kimi duran. Və qurda da deyir ki, mənə yurdumdan xəbər ver. Çünki qurdun üzü insan üçün düşərlidir, xeyirlidir. Bayaqları su haqqında da demişdi. Su haqqında nə demişdi? Suyun üzü mübarəkdir, yəni su Allahın üzünü görmüşdür. Və qurd haqqında deyir ki, qurdun üzü düşərlidir, yəni xeyirlidir. Qoy qurddan xəbər alım. Qurda deyir ki, mənə yurdumdan bir xəbər ver. Dərdi başın qurban olsun qurd sənə. Bayaq suya da demişdi bunu, amma yurda deməmişdi. Və təbii ki, qurd buna cavab verə bilməzdi. Qurddan sonra gəlir köpəyə. Köpək nə köpəyidir? Qaraca çobanın köpəyidir bu köpək. Köpəyə gəlir və köpəyə də deyir ki, yəni mənə yurdumdan xəbər ver. Dərdli başım nə qədər sağdırsa, sənə yaxşılıqlar eləyir. Gözlü uşaqlar, köpəyə demir ki, dərdi başım qurban olsun sənə. Görürsünüz, suya dedi, qurda dedi. Amma köpəyə demir ki, dərdi başım qurban olsun sənə. Köpəyə nə deyir? Köpəyə deyir ki, dərdi başım nə qədər sağdırsa, salamatdırsa, mən sənə yaxşılıq eləyəcəm. İtə yaxşılıq nədir? Suyun bir, vaxtı-vaxtına yeməyin bir, qutar getdi. Heyvana nəvaziş göstər, kifayət eləyəcək. Bunu deyir belə. Və bu oldu qarşılaşdığı yurd, su, qurd, köpək. Burada köpəyi qamçı ilə vurur və qovur. Çünki köpək ona zincirləyəcək də. Zincirləyəcək, ona görə bunu vurur ki, köpək nə cavab verəcək? Heç nə. Köpək başa düşür bıraxır. Bunu qovur. Qamçı ilə vurur, bunu qovur. Ondan sonra qarşılaşdığı 5-ci Qaraca çobanın özüdür. Oldu. Yurd, su, qurd, köpək, 5-ci olacaq Qaraca çoban. Qaraca çobana da deyir ki, mənə yurdumdan bir xəbər ver. Qaraca çobana deyir ha, dərdi başım qurban olsun çoban sənə. Üçüncü obyekt ki, dedi ha, belə deyək. Hansına? Suya, qurda, çobana. Çoban da buna deyir ki, ölüsənmi, itmisənmi deyir, ağam qazan, hardasan deyir. Dünən yox, o bir gün əvvəl, yəni artıq neçə gün oldu? Dünən yox, ondan əvvəlki gün, yəni 3 gün əvvəl, sənin elin deyil, buradan köçdü. Sənin elini apardılar, yəni həbs eləyiblər, əsr aparıblar. Sənin varın, dövlətin, dəvələrin, nəyin varsa, xanımını, yəni Burla xatunu, oğlun uruzu, hətta ananı belə deyib, qara dəvə boynunda aparıblar. Qazan xana deyir. Qazan xan buna cavab verir ki, dilin qurusun deyir, ağzın qurusun çoban, dilin çürüsün çoban. Çobana qarğış eləyir. Bunu unutmayaq. Testlərdə düşür ki, Qazan xan çobana qarğış eləyir. İlk dəfə deyər ki, niyə qarğış eləyir? 10.000 dənə qoyunu xilas elədi da bunun, hə? 10.000 qoyunu xilas elədi. Axı Qazan xan buna niyə qarğış eləsin? Qazan xan da bunu bilmir. Çünki buna pis xəbər vermişdi də. Hə? Qaraca çoban buna pis xəbər verdi ki, bəs köçülməli, sənin bütün dəstur, evdə nəyin varsa, varın, dövlətin varsa, hamısını apardı. Ona görə Qazan xan deyir ki, ağzın qurusun çoban, dilin çürüsün çoban. Çoban deyir ki, ağam Qazan, məni niyə danlayırsan? 2 qardaşım şəhid oldu. 600 nəfərdən 300 nəfəri düşməni öldürdüm. Amma qapından bir toğru, bir qoyun belə deyir, verməmişəm. Bir qoyunu belə verməmişəm deyir düşmənə.
Buna mı görə deyir məni deyirsən? Köksündə var mı deyir imanın? Qazan xana deyir, ha, deyirsən imanlı adamsınsa, niyə mənə belə deyirsən? Qazan xan burada qəhərlənir, yəni pis olur, kədərlənir, gözü dolur ki, yəni bu hadisələr baş verir. Və təzədən Qaraca çoban deyir ki, mənə qonur atını mənə ver, atın adı belə idi. Nə deyir? Qonur atını mənə ver. Bir dənə burada kənara lirik haşiyə çıxıb əvvələ biraz qaydacaq. Burada uşaqlar əvvəldə ova gedənlər arasında at adlarını deyirlər. Ən başlıqda ova gedərlər. Ova gedirdilər Gürcüstan sərhəddinə, Aladağa ova gedirdilər. Orada ova gedənlər arasında atların adları verilir, atla gedənlərin. Baxın, Qazan xan Q hərfi ilə başladığına görə atın adı qonurdur. Qaragünədə C hərfi olduğuna görə göy atdır. Yadda saxlayaq bunları. Beyrəkdə B hərfi olduğuna görə boz atdır. Yadımıza qalar. Sonra dördüncüsü, burada biraz uyğun gəlmir. Şir Şəmsəddin var, Şir Şəmsəddin. Bayandırın düşmənini məğlub edən. Şir Şəmsəddin var, onun atın adı Ağdır. 4. Dəli Dondazın atın adı Təpəl Qaşqadır. Atların adından da bəzən görsüz ola bilər. 5. Təpəl Qaşqa. Bir də Qazan xana keşişləyən var. Adı Yeynəkdir. Onun da atın adı Durudur. Duru, sahabın adını yadda saxlayarsınız. Duru sahabını. Daha başqa variant yoxdur. Deməli, Qazanın da nə dedi? Qazanda olacaq qonuraq, Q hərfi ilə yadda saxlayaq. Qaragünədə C var, göyatdır. Beyrəkdə B hərfi var, bozatdır. Sonra Şir Şəmsəddində ağatdır. Qiyan Səlciqin oğlunun adı Dəli Dondazda Təpəl Qaşqadır, biraz qeyri-adi addır. Və nəhayət Qazana keşiş deyən Yeynəyin də atın adı Durudur. Belə, bunların da atların adına baxarsınız. Burada dedim. Qaydaq indi yenə həmin qaldığımız yerə. Qaldığımız məqamda Qaraca çoban deyir ki, qonur atını mənə ver. Silahını mənə ver. Qaraca çobana baxır. Mən gedim ailəni xilas edeyim deyir. Ölsəm də deyir, sənin yolunda ölüm deyir. Ölsəm sənin yolunda ölüm deyir. Tək gedir Qaraca çoban. Deyir, mən gedim deyir, sənin ailəyə xilas edeyim. Görürsünüz, bu öz üzərinə məsuliyyəti götürür. Bax, məsuliyyəti özlərinə götürür, qaçmır məsuliyyətdən. Deyər ki, Qazan xan, ged özün elə, kişi döysən, ged özün elə, orada başqanı deyilsən, ged özün elə. Amma Qaraca çoban məsuliyyəti yenə özlərinə götürür. Dedi, Qaraca çoban məsuliyyəti yenə özlərinə götürür. Və Qazan xan təbii ki, buna razı olmazdır. Qazan xan da əsərimizin baş qəhrəmanıdır və necə xarakter xüsusiyyətə malik olduğunu bilirik. Və Qazan xan özü getməyə başlayır. Gedəndə görür ki, Qaraca çoban da bunun ardıycan gəlir. Deyir, sən hara gedirsən? Deyir, sən ailəni xilas eləməyə gedirsən. Mən isə iki qardaşımı xilas eləməyə gedirəm. Yəni, iki qardaşımın qanını almağa gedirəm, daha doğrusu desək. Bunlar şəhid olublar axı. İki qardaşımın qanını almağa gedirəm onlardan. Və bunu deyəndən sonra Qazan xan deyir ki, çoban, qarnım acıdı deyir. Yenə yemək məsələsi bizdə. Qarnım acıdı deyir. Qaraca çoban da deyir, axşamdan bişirdiyim bir qızı var. Oturaq ağacın dibində yiyən. Oturub sizdən naxoş yeyirlər, yəni bizdən naxoş, yaxşıca yeyirlər. Yiyəndən sonra Qazan xan fikirləşir ki, birdən bu Qaraca çobanla mən bir yerdə geçsəm, düşmən üzərində, şöklüm əliyin üzərinə. Sonradan deyir mənə, Oğuz igidlər deyərlər ki, məni qınıyarlar ki, nötərgən ha, bunun ailəsin, Qazan xanın ailəsin kim xilas elədi? Qaraca çoban, çoban xilas elədi. Ordu başqanının məsuliyyətinə baxın ha. Bu Qaraca çobanın məsuliyyəti. Bu isə kimin məsuliyyəti? Qazan xanın məsuliyyəti. Qazana qeyrət gəldi. Kitab cümləsini mən də elə deyirəm. Qazana qeyrət gəldi. Yəni bizim dildə kişiləşdi də. Yəni xalq dilində desək kişiləşdi. Qeyrət gəldi və Qaraca çobanı yekə bir ağaca bağladı. Dedi ki, çoban acmamış, qarnın acmamış, səni qurquş yeməmiş, ağacı qopar. Və mindi öz qonur atına getdik. Bir də belə baxanda gördü ki, o həmin bu çoban bir dəfə, iki dəfə silkələndi, belinə atdı ağacı, başladı gəlməyə ardıyca. Soruşur ki, bundan, sən hara gəlirsən?
Bu da deyir ki, qəşəng bir cavab verir Qaraca çoban. Sən deyir, birdən düşmənlə döyüşərsən, acıyarsan, mən sənin üçün yemək bişirərəm. Bu Qazan xana xoş gəlir, düşür, baxın, maraqlı burada bir gülməli bir məsələdir. Düşür atdan, gəlir bunun əlin ayağını açır, ağaca bağlamış daxil və alnından da maç eləyir. Həqiqətən belədir, kitabda da oxuyarsınız. Alnından da maç eləyir Qaraca çobanı, deyir bir yerdə gedə bilərik. Bunlar getməkdə, Şöklü Bəliyin üzərindən getməkdə olsun, sizə kimdən xəbər verim? Şöklü Bəliydən. Şöklü Bəliyin keyfi kök olar. Çünki düşmənin, bütün varın, dövlətin, hər şeyi əldə eləmişdir bircə dənə 10.000 qoyundan başqa. Burada hər şeyini deməyək də, düzümür? Var dövlət mənasında 10.000 dənə qoyunu əldə eləyə bilməmişdir. Və bunlar keyf məclisi qurmuşdur. Birdən Şöklü Məliyin ağlına gəlir ki, Qazan xandan biz necə heyif çıxa bilərik? Yəni Qazan xandan başqa necə heyif çıxa bilər, hayif çıxa bilər də belə deyək. Və Şöklü Məli deyir ki, gedək, Burla xatını gətirək, şərab paylatdıraq. Yəni bilirsiniz niyə? Çünki həmin Qazan xan tanınmış ordu başqanı idi. O üçün belə deyək də, cəmaatda səs yayılacaq ki, sonradan xalq arasında, cəmaat arasında, qonum-qonşu arasında söz-söhbət yayılacaq ki, ordular arasında. Bəs Şöklü Məli nə deyib? Qazan xanın yoldaşına şərab paylatdırıb. Bu ən böyük olan, belə deyək, Qazan xan üçün mənfi tərəfdir. Bunlar üçün, özləri üçün, düşmən üçün, yəni Şöklü Məli üçün yüksək səviyyədir. Və bunu xəbər tutur. Yəni Burla xatun bunu eşitir. Yanında 40 nəfər qadın olur da bunun. Qadın olur və həmin o qızlara, qadınlara deyir ki, düşmən gəlib soruşsa ki, Burla xatun kimdir? Burla xatun kimdir? Hamı desin ki, mən. Və düşmənin adamı, Şöklü Məliyin adamı gəlir soruşur ki, burada Burla xatun kimdir? Hamısı əl qaldırıb deyir ki, mən, 40 yerdən deyirlər, mən. Və düşmən adamı gəlib Şöklü Məliyə deyir ki, 40'ı da mən deyir, yəni biz tapa bilmədik. Mən həmişə uşaqlara bu məsələni deyəndə deyirəm uşaqlar, baxın, görün bizim bəyənmədiyimiz Şöklü Məli Oğuzların düşməni olsa da, amma o düşmən bizim müasir cəmiyyətdə yaşayan düşmənlərə nisbətdə, yəni mən xüsusilə həmişə erməniləri deyirəm, ermənilərlə müqayisə edəndə baxıram ki, o düşmənlər daha üstün düşməndir. Baxın, orada o 40 nəfərin arasında Burla xatunu tapmağa nə var ki? Amma görürsünüz, orada qadını incitmirlər. Orada məsələn 40 nəfər qadının birini döysəydilər, məsələn belə deyək, əlin qapı arasında qoysaydılar, erməni vandalları kimi, əllərin qapı arasında qoysaydılar, 39 da deyəcək ki, Burla xatun budur. Bəlkə sata bilərdilər. Amma görürsünüz, düşmən orada heç bir qadına fiziki işgəncə vermir. Yəni bunu mən həmişə özüm də fikirləşmişəm. Amma ermənilərin, yəni bunu ürək ağrısı ilə deyirəm uşaqlar. Oxuduğumuz məqalələrdə deyirəm, bunu qarşıda əsər də keçərsiniz, Qılman İlkinin İntiqam əsərində. Orada olur, sonra bir başqa qanlı bənövşə əsərini keçəndə inan ki, adamın ağlamağı gəlir. Bədii əsərdir. Yəni ermənilərin elədiyi, düşmən kimi bizə elədiyi hərəkətə baxın. Amma bu düşmənə baxın, qaydaq öz mövzumuza. Haşiyədən çıxaq, gələk öz mövzumuza. Və bu məqamda tapa bilmirlər. Şöklü Məli deyir ki, yenə qadına işgəncə vermirlər, fiziki işgəncə vermirlər. Yenə deyir ki, onda uruzu götürək gələk, boğazından asaq, çəkək çəngələ, ətindən qara qovurma eləyək. Aparaq verək 40 nəfər qadına. Kim yesə, deməli o deyil. Kim yeməsə, Burla xatun odur. Və bunu yenidən Burla xatun eşitir və gəlir oğlunun yanına. Yəni əsrdədir də bunlar, əsrdiklədir. Oğluna deyir ki, oğul, görün, oğluna nə sual verir? Oğluna olan hadisələri danışır və oğluna sual verir ki, oğul, mən neyniyim? Sənin ətindən yeyim mi? Yoxsa atanın namusunu, yəni Qazanın namusunu tapdalıyım. Görün, oğlu 16 yaşda, keçən dəfəki qolda demişdik, 16 deyirlər. İndi burada neçə yaşda onu bilmirik. Burada deyir ki, oğluna baxın, uruza baxın, gənc uruza baxın. Deyir ki, ana deyir, Tanrı haqqı, ananın haqqı, Tanrı haqqı deyilməseydi deyir, səni boğazından yapışardın deyir.
ağzı yerə çırpardım. Ağzından, burnundan deyir, qan şorullayardı. Kitabda anasına deyir, deyilməseydi deyir də, deyir, ana haqqı, tanrı haqqı olmasaydı deyir, deməsəydilər deyir, səni yəni döyərdim da, yəni çırpardım, döyərdim. Bu nə sözü deyirsən? Sakın deyir, ana deyir. Camaat mənim ətimdən, yəni o qızlar mənim ətimdən bir yiyəndə sən iki ye ki, yəni atam Qazanın namusu tapdalanmasın. Və ikisi də ağlayır bunların. Həm Uruz da ağlayır, həm ana da ağlayır, hönkür-hönkür ağlayır. Oğlan anasına deyir ki, ana nə illərsən deyir, nə ağlayırsan. Atam, anam olan yerdə bir oğul olmazmı, mənim kimi bir oğul olmazmı deyir. Və anası uzaqlaşır. Uruzu götürüb gəlirlər Qənarə dibinə. Yəni kəsilmə yerdə götürüb gəlirlər. Uruzu götürüb gəlirlər Qənarə dibinə. Götürüb gəlirlər Qənarə dibinə, sürüyə-sürüyə götürüb gəlirlər və öldürüb kəsməyə də belə deyək, çəngələ keçirməyə. Və həmin məqamda keçən dəfəki qolda da bunu demişdik. Keçən dəfəki qolda da yadınıza düşürsə, Uruz düşməndən aman istəmişdir. Yadınıza düşür, bu qolda da Uruz düşməndən aman istəyir. Deyir, aman kafir. Yəni mənə icazə verin, aman icazə verin mənə deyir. Ağacla danışım. Ağac, yəni bunu asacaqlara ağac, bişirəcəklərə ağac, belə deyir. Kəsəcəklərə ağac, dibində kəsəcəkləri tutaq ağac. Deyir, ağacla deyir, mən danışım. Görək ağaca nə deyir Uruz? Ağlaya-ağlaya, ağlayır da, ölüm alındı. Uruz ağaca görək nə deyir? Amma aman istəməyi unutma ona. Keçən dəfəki qol da boyda da var idi, aman istəməyi. Bu boyda da var, bu hissədə də var, aman istəməyi düşməndən. Ağaca deyir ki, Məkkə ilə Mədinənin qapısı ağac. Bir. Buna baxın. Məkkə ilə Mədinənin qapısı ağac. 2. Musa Peyğəmbərin əsası. Əsası, yəni əsa. Hasada biz hasa deyirik, yəni əsa. Əsası, yəni əlində olan çubuğu. 2. Əli, İmam Əli. Əli dedi, yəni İmam Əlinin Düldül. Uşaqlar, Düldül atın adıdır. İmam Əlinin atın adı Düldül olur. Düldülün yəhəri olan ağac. 3. Bir də İmam Əlinin qılıncı olub da Zülfüqar. Eşitmişsiniz? Yəni iki başlı belə deyək də ox deyək, Zülfüqar. Deyir ki, əlinin qılıncının dəstəyi, yəni tutacağı olan ağac. 4 şey dedi ha. Əzbərlədik 4-ü. Bunlar deyir ki, ağac, məni götürsən deyir, igidliyim səni tutsun. Kimə qarğış eləyir burada? Ağaca. Bir dəfərdə qarğış eləmişdi, yada salaq. Qazan xan kimə qarğış eləmişdi? Çobana qarğış eləmişdi. Və burada ikinci qarğışımız da ağaca qarğış eləyir ki, əgər məni tutsan deyir, igidliyim sən, deyir, məni saxlasan, məni üzərimə götürsün. İgidliyim səni tutsun. Buna deyir. Və buna aparırlar, təbii ki, har aparırlar? Həmin o yerə, məkana. Elə apardıqları vaxtı, bu zaman Qaraca çobanla Qazan xan yetişir, gəlib çatırlar. Gəlib çatır, Qaraca çoban sapandın əlində tutur. Bunun sapandın təsviri verilib. Sapandın təsviri verilib ki, sapandan içərisinə daş atardı, birinci atdığı daş yerə düşməzdi. Düşsəydi belə, düşdüyü yerdə 3 il ot bitməzdi. Buna deyirlər mübaliğə, həddindən artıq şirtmə. Sapanla daş atır, daş yerə düşmür. Yerə düşəndə soğurulur. Soğurulanda da yerdə də 3 il nə bitməz? Ot bitməz. Yəni bu qədər böyük bir gücə malikdir, mübaliğəli işlədir burada. Hiperbola işlədir burada. Ozan və hazırlıq məqamında Qazan xan deyir ki, Qaraca çobana, icazə ver deyir, mən birinci anamı istəyim. Atın ayağı altında qalar, qoca arvadlıda anam. Anamı istəyim. Qazan xan çağırır kafirə deyir ki, nə varım, dövlətim, nə gətirmisənsə, hamısı sənin olsun. Həyat yoldaşım, yəni yoldaşım Burla xatun, sənin əsrin olsun. Oğlum Uruz, sənin qulun olsun. Yəni qapda qul kimi işlər. Amma anamı ver, döyüşsüz mən tərk edim. Burada artıq ikinci bir məsələ, yəni əslində bu
dastanda bizə öyrətdikləri, mənəvi təbliğat etdikləri məsələlər çox çoxdur. Onlardan da biri ananın yüksək dəyərləndirilməsidir. Yəni, valideynin yüksək dəyərləndirilməsidir. Bunu deyir. Və görək cavabında Şöklü Məlik nə deyir? Şöklü Məlik deyir ki, nə gətirmişiksə hamısı bizimdir, deyir. Şöklü Məlik deyir, ha. Hətta deyir, sənin qoca ananı Yayxan, əsərdə kitab uşaqlar, kitabda nə olsa mən onu deməliyəm, Yayxan keşiş oğluna verərik, yəni ərə verərik. Ondan bir övlad olar, onu sənə qarşı qoyarıq, yəni sənə savaşdırarıq da gələcəkdə. Böyüyər, sənə bilməz, sənə savaşdırarıq. Və burada Qazan xan cavab verilir. Şöklü Məliyə cavab verən Qaraca Çoban olur. Qaraca Çoban şeirlə deyir, şeirin mahiyyətini təbii ki, özünüz oxuyarsınız. Amma mahiyyətdə bunu demək istəyir ki, arvad qoca arvaddır, bunun övladı ola bilməz. Yəni, qısa variantını dedim sizə, şeir variantında da özünüz oxuyacaqsınız. Yəni, olan məsələləri uşaqlar deməliyəm ki, siz də bilməlisiniz. Və şeir nəzm formasında. Olan məsələləri də oxuyarsınız. Mahiyyəti bundan ibarətdir ki, yəni, bu arvad yaşlı arvaddır, qoca arvaddır, onun övladı ola bilməz. Bunu deyəndən sonra və artıq təbii ki, yeganə çarə nəyə qalır? Döyüşə qalır. Və başlayırlar döyüşə. Bunlar döyüşə başlayanda Qazan xanın artıq ordusu gəlib çatmışdı. Görək, gəlib çatanlar kim idi? Acığı tutanda Qaradaşı kül eləyən Q hərfi ilə, Qaragünə, qardaşı Qaragünə. Və yaxud orada yazıb, bir dənə də əlavə ediblər. Bığının deməli uzunluğu qulağında 7 dəfə dövr eləyib bu. Qaragünədən söhbət gedir. Bir. İkincisi, bunlar adlar var ha, bak bunlar mütləq yadda salın. Keçən dəfədə ikinci gələn Qıyan Səlciq oğlu Dəli Dondaz. Burada da elədi. Sonra ardıcıllıq burada artıq müəyyən ardıcılıqla yadda saxlamayın. Yəni, əsas bir, ikincilər yadda saxlayın və yaxud üçüncülər yadda saxlayın. Sonra gələnlər keçən dəfədə gələn kim idi, bu dəfədə gələn kim idi? Bu dəfə gələnlər içində Beyrək var idi, yadınıza düşün. Beyrək. Qazanın silahdaşı, Qazanın dostu olan Beyrək. O da yenə həminci gəlir. Bunlar hamısı düşür, testlərdə var. Dördüncüsü, fərqlilər də var. Dayısı Aruzda gəlir. Dayısı Aruzda gəlir. Bunda o keçən dəfəki boyda da var idi, burada da var idi. Dayısı Aruzda var idi. Sonra belə də var. Deyir ki, qalın Oğuz bəylərini, keçən dəfədə demişəm, qalın Oğuz bəylərini bir-bir yıxan, məğlub eləyən Qazılıq qoca oğlu Yeynək də var idi. Keçən dəfə bunlar da var idi. Aralarında gələnlərin içərisində bu da var idi. Sonra bir dənə də ad deyəcəm, buna diqqət edərsiniz. Gələnlərin içərisində Elək qoca oğlu Alpərən var idi. Elə bir ki, mənim təxmini yadımdadır ki, mən İlək qocanı bir dəfə də demişəm. Baxın, qaydaq əvvələ, ən başa qaydaq, bunu deyirəm, kitabı oxuyanda diqqətli olun. Sonra yadımdan çıxmamış bir iki dənə də adam adı var, o burada var, əvvəlki boyda yox idi. Ən başa qayıtsaq, orada belə bunlar ova getmək səhnəsini yadınıza salın. Ova getmək səhnəsini yadınıza salın. Orada dedik ki, ova gedəndən sonra evin üzərində 300 nəfər qalmışdı, Uruzdan bir yerdə. 300 nəfərdən bir nəfər şəhid olmuşdu. Kim idi? İlək qoca oğlu Sarı Qalmaş, ölüb qalmışdı da belə deyək. Deməli, İlək qocanın düşünsək 2 oğlu olduğunu güman eləmək olar, ehtimal eləmək olar. Bir də deməli, Qazana ən sonda kömək edənlərdən biri kim idi? İlək qoca oğlu Alp Ərən. O kim idi? Orada Məlik adlı bir nəfər var. Sufi Sandal Məlik, Məlik yadda saxlayaq. Məliyi məğlub eləyən kim idi? İlək qoca oğlu Alp Ərən idi. Bu belə. Sonra bir dənə bura diqqət edin. Qazan xanın sən demə qızı da var imiş. Bir dənə bu boyda verilib, buna baxın. Qazan xanın qızını mərdili ilə alan, görək kim alıb Qazan xanın qızını? Qazan xanın qızını alan Qaragünə oğlu Qarabudaqdır. Yəni öz qardaşının oğlu, yəni qızı əmoğlu da belə deyək. Bunu da yadda saxlayın. Birini də maraqlısın, birini də deyim yadda saxlayın. Burada bir nəfər obrazımız var idi ki, qulağında qızıl küpə taxırdı. Küpə bildinizlər. Kim ola bilər bu? Bu Qazılıq qoca oğlu Yeynək. Ona da diqqət edək uşaqlar. Bu belə. Və bunlar döyüşdən əvvəl gəlirlər 2 rükət namaz qılırlar.
adı gözəl Məhəmməd Peyğəmbərə salavat gətirirlər və başlayırlar, bunlar təbii ki, nə etməyə? Döyüşə girişirlər. Yəni, döyüşdə təbii ki, bunlar iştirak eləməlidirlər. Və döyüş məqamında, burada döyüş məqamında 3 nəfəri məğlub edir. Biri mərkəzdən, biri sağ cinahdan, biri sol cinahdan. Mərkəzdən Qazan xan, keçən dəfəki boyundan eynidir. Mərkəzdən Qazan xan məğlub eləyir, Şöklü Məliyir. İkinci dəfə məğlub edir də, belə deyək. Boylarla bu. Yəni, öldürdü. Sağ cinahdan, biri sağ cinahdan gəlir, biri sol cinahdan. Sonra Qaragünah oğlu Qarabudaq. Qarabudaq bığla yadda saxlayın, Buğacıq Məliyi məğlub eləyir. Kim? Bəli. Qarabudaq kimi məğlub eləyir? Buğacıq Məliyi, bığlarla yadda saxlayın. Bu oldu sol cinahdan budur. Bir də olacaq sağ cinahdan. Qiyan Səlcuq oğlu Dəli Dondaz. Dəli Dondazla məğlub eləyir sağ cinahdan. Qara Tükən Məliyi. Keçən dəfə nə demişəmsə, bunlar üst-üstə düşür. Bu belə. Amma keçən dəfəki Uruzun Dustaq olduğunda, Uruzun Dustaq olduğu boyda, orada düşmənin bayrağını qılınclayan Burlaxatın idi. Burada isə Qaragünədir. Düşmənin bayrağını qılınclayıb yerə salan Qaragünədir. Qardaşı Qaragünədir. Və burada təbii ki, müharibə bitir. Müharibə bitəndən sonra Oğuzlardan 500 nəfər şəhid olur. Əsər boyu götürsək, neçə nəfər olur? 503 nəfər olur da. Biri İlək Qocaoğlu Sarı Salmaş evin üstündə şəhid oldu. 2 nəfər Dəmir Gücü, Qaban Gücü 2 nəfər, ən sonunda da 500 nəfər. Yəni, bunlar şəhid olurlar və düşmən məğlub olur. Yenidən bir məsələyə burada qayıtmalıyam, deməliyəm. Ayaqları güldük orada məsələdən. Qazan xan, əvvələ qayıdacam, az qalıb. Qazan xan yadınızdadsa ağaca bağlamışdı Qaraca Çobanı. Oradakı Qaraca Çoban bunun arxasından gəlir və bu açır bunun ipin zadını açır. Açandan sonra buna yadınızdadır, alnından maç eləyir. Yadınıza düşürdü həmin məqam. Və ona söz verirdi ki, əgər Allah məni öz evimi xilas eləsə, yəni Allah kömək eləsə, yardım eləsə, evim xilas olsa deyir. Qaraca Çobana deyir ki, sənə Əmraxur, bütün ilxılarımın başçısı qoyacam, Əmraxur rütbəsi verəcəm. Bunu kim demişdi? Qaraca Çoban söz vermişdi. Və görək sözün yerinə yetirir, yerinə yetirmir. Baxın ha, burada bizə göstərir ki, kiməsə söz verdinsə, onu yerinə yetirmək lazımdır. Qazan xan 7 gün, 7 gecə məclis qurur. 1. Qazan xan otaqlar, yerlər abad elətdirir. Yəni, tikilən, sökülən yerləri abad elətdirir. 2. Qazan xan Qaraca Çobana Əmraxur rütbəsi verir. Artıq çobanlıqdan çıxır. Rütbəsi böyüyür. Sözün üstündə durur, sözün üstündə durur. Və nəhayət burada 40 nəfər kənizi, 40 nəfər qadını, kənizi və yaxud 40 nəfər qulu öz oğluna görə azad elətdirir. Görün, necə səxavətli adam olur. Və həmin igidlərə ölkə verir, ölkə keçən dəfə demişəm, torpaq verir, onlara paltar verir və sonda da burada gəlir, tələsmin sual da verəcəm. Sonda da Dədə Qorqud gəlir, boy boylayır, soy soylayır. Yəni söz deyir, dua oxuyur və keçən dəfəki dediyim məsələni deyir. Və gəldik, burada bir sual verəcəm sizə. Əsəri bizə danışan hər hansı bir ozandır. Əsəri bizə danışan hər hansı bir ozandır. Ozan əsərin bəzi məqamlarında müraciət məqamı ilə danışan adama xanım deyə müraciət edir. Xanım, yəni qadın mənasını yox. Ey mənim xanım, padşahın mənasında. Bu bir. İndi sualım belədir. Əsərdə ozan, əsəri danışan bizə ozan, aşıq, kimsə. Hökümdara danışır, yəni xana danışır, xana müraciət edir. Xana başqa cür necə müraciət edir? Bax, sualın babından ibarətdir. Bunu da uşaqlar imkan daxilində vaxtınız olanda bir xanım deyə müraciət edir, saxladır.